Dünyada belə bir yanaşma var, əsasən də Avropa ölkələrində ki, Trump bataqlıqdadır, Trump batır. Amerika Birləşmiş Ştatları da batır. Bunu bir neçə aspektdən dəyərləndirmək olar. Birincisi, o cümlədən, o aspektdən dəyərləndirmək lazımdır ki, bugün Avropalılar, Avropanın elitası, siyasi elitası Putin'dən də bəlkə də daha çox Trumpdan zəhləsi gedir. Trump'ın istənilən halda ciddi bir uğursuzluq hekayəsinin olmasını istəyir. Çünki Avropa ilə Amerika arasında, Trump Amerikası arasında ciddi bir uçurum yaranır. Və bu uçurumun dərinləşməsində Avropa maraqlıdır. Ki, noyabr seçkilərində Trump uduzur, onların varsayımı budur, uduzur, sonradan yenidən Demokratlar Kongresi və Senatı ələ keçirirlər, Trump axsaq ördəyə dönür, belə bir deyim var Amerikada, əgər qanunvericilik hakimiyyətində hansısa zəif olsa prezident, istədiyini eləyə bilmir, belə deyək. Və nəticə itibarilə 2 ildə yenə dözürlər, 28-də yenidən Demokratlar gəlir və hər şey güllü-gülistanlıq olur, yenidən Avro-Atlantizm önə çıxır. Həm bu varsayımla davranırlar və Avropanın bugün davranışları və Avropa mediasının davranışları bu yöndədir. Olanı oxuyanda elə bilirsən ki, İran artıq Vaşinqtonun qapısının ağzındadır, bugün sabah Amerikanı da işğal eləyəcək. Elə deyil, heç. Müharibə başlayanda Prezident Trump ən azı 4-5 dəfə elan elədi ki, bu 4-5 həftə davam eləyəcək. Maksimum 6 həftə demişdim. Bəli, 4-6 həftə arasında. 4-6 həftə. Bugün 20-ci günündəyik müharibənin. Yəni, hələ o hesabı götürsək, təqribən 10-12 günlük, 15 günlük müharibənin uzanması ehtimalı var. Amma müharibənin düyün nöqtəsi nədir? Bəli, İranın belə sərt müqavimət göstərməsini görürük və yeri gəlmişkən də İranda günahsız həlak olan hər bir şəxsə, o əsasən də o məktəb vurulması zamanı həlak olan qızların valideynlərinə, İran xalqına doğrudan da adamın ürəyi ağrıyır, baş sağlığı diləyirəm, çünki çox böyük faciələr yaşayırlar. Amma məsələ nədən ibarətdir? Məsələnin kökü ondan ibarətdir ki, bu məsələyə, bu problemə baxışda koalisiya arasında ciddi fərq var, İsrail ilə Amerika arasında. İsrailin tamam başqa hədəfləri var, Amerikanın tamam başqa hədəfləri var. Və bu da onların arasında olan bağlantı da o qədər güclüdür ki, tarixi bağlantı, İsrail lobbisinin təsirləri, seçkilərə təsir, media təsir, bunların hamısını nəzərə alsaq, Amerikada yarı yolda buraxıb çəkilə bilmir. Və İsrailin hədəfi tamamilə İranın gücdən düşməsi, hətta mümkünsə parçalanması və zəiflədilməsidir ki, bir dəfəlik o təhlükə aradan qalsın. Amerikanın məqsədi o deyil. Əksinə, Amerikanın məqsədi odur ki, orada hansısa bir anlaşan hökumət qurulsun və o hökumət vasitəsilə anlaşsın. Hətta adı qalsın yenə İslam Cumhuriyyəti, heç bir problem yoxdur. İslam Respublikası, hətta qalmasında da maraqlıdır Amerika. Çünki körfəz ölkələri İran olmasa, Amerikaya bu qədər yaxınlaşa bilməzdi. Amerika orada bu qədər milyardlarla dollar silah sata bilməzdi. Orada belə bir qorxu mənbəyi Ərəb ölkələri üçün qalmalıdır. Amerika bunu istəyir, İsrail bunu istəmir. Bax, məsələnin düyün nöqtəsi də buradadır. Burada da belə bir komple teoriləri, kifayət qədər ciddi, belə deyək də, bəsit tezislərdə səsləndirilir ki, Amerikanın heç bir planı yoxdur, plansızlıqdır. Yaxşı, tutalım Amerikanın planı yoxdur. Tutalım Trump çox emosionaldır, doğrudan da emosionaldır, həddindən artıq. Bəs İsrail də var axı ortalıqda. Həmin İsraildir ki, pagerlər planını 4 ilə hazırlamışdı. Livanda keçən il baş verən hadisə hamımızın 4000-dən çox Hezbollah üzvünü demək olar ki, sıradan çıxartdı. 4 il idi, o əməliyyat hazırlanırdı. Yəni, bu qədər uzun müddətli planlaşdırma qabiliyyəti olan, xüsusi xidmət orqanları, dövlət orqanları olan İsrail də heç nə planlaşdırmıyor. Deməli, bu plan məsələsi deyil. Deməli, burada strateji problem ondan ibarətdir ki, İsrailin, yenə deyirəm, İsrailin addımlarını beynəlxalq hüquqla dəyərləndirə bilmirik. Çünki beynəlxalq hüququn tamam kənarı. Atdığı addımların heç bir beynəlxalq hüquq qadiyyatı yoxdur. Amma məqsədləri bəllidir. Məqsəd odur ki, tamamilə bu problem aradan qalsın. Yəni, İsrail tərəfinin argumentləri ondan ibarətdir ki, 79-cu ildən bugünə İran öz hərbi doktrinasında, bütün sənədlərində yazılıb ki, İsrail adında dövlət olmamalıdır. Və biz bu doktrinanı sıfırlamalıyıq. Yəni, İran bizə təhlükə törətməməlidir. Amerikanın dediyim kimi, məqsədi fərqli olduğuna görə onlar anlaşa bilmirlər. Və Amerika da müharibədən çıxa bilmir indi. Çıxsa, çünki İsrail tək qalacaq. İsrailin tək qalması da Amerikada başqa bir problemlərə səbəb olacaq. Yahudi lobbisi də bütün medianı ayağa qaldıracaq ki, bizi tək qoydular, müharibədən qaçdılar. Bu, Trump'ın xarizmasına daha böyük zərbə olacaq. Ona görə də, bax, indi nə vaxt ki anlaşsalar öz aralarında və bunun da ilkin ipucuları var da. Məsələn, sırağa gün
İsrailin Müdafiə Nazirliyi dedi ki, raket proqramı tamamilə məhv edildi, daha istehsal edə bilmirlər, əllərində cəmi 7-8% raket qalıb və müharibə yekunlaşmaq üzrədir. Görünən odur ki, orada da Amerika İsrailə çox böyük təzyiq göstərir ki, müharibəni yekunlaşdıraq, bitirək. Niyə bu təzyiq həm də harada görsənir? Bilirsiniz, Trumpın üstünlüyü nədir bu məsələdə? İstənilən an çıxıb deyə bilər ki, onsa deyir. Biz qalib gəldik, problemləri həll elədik, məsələ bitdi. İndi Hörmüz boğazı düyünü açılmır deyə, bunu deyə bilmir. Deyəcək ki, bitdi, İran da Hörmüz boğazından gəmilərin keçməsinə yenə imkan vermədi. Ondan olacaq. Ona görə də Hörmüz məsələsi həll olunan kimi bir həftə, 10 gün ərzində, mən düşünürəm ki, aprelin əvvəllərinə yaxın bu müharibə dayanacaq. Və müharibənin dayanmasından sonra hər tərəf özünü qalib elan edəcək. Amerika deyəcək, biz qalibik, hərbi hava qüvvələri yoxdur, hava hücumundan müdafiə qüvvələri yoxdur, gəmilərini, 50 neçə gəmisini batırdıq. İsrail deyəcək ki, biz onun bütün kapasitəsini əlindən aldıq, raket proqramı yoxdur. Liderlərini öldürdük və doğrudan da 50-dən çox lider kadro, hələ ən yüksək liderdən gedir söhbət. Onlar yoxdular. İran da deyəcək, biz də qalibik, çünki bizim sistemi devirmək istəyirlər, sistemi tamamilə yerlə bir eləmək istəyirlər, İranı parçalamaq istəyirlər, biz ayaqda dimdik qaldıq, sistem də yerindədir, İran da parçalanmadı. Çox qəribə bir müharibədir bu. Sonda hamının qalib elan oluna biləcək ehtimallarını özündə ehtiva edən bir müharibə. Yəni uzana bilməz deyirsiniz, yəni o 6 həftə deyilən çərçivədə... Uzatmanın mənasını görmürəm açıq. Məsələn, Hörmüz boğazı məsələsi, o əsas düyün məsələsi. O əlini tapmayacaq, tapmadığı təqdirdə necə? Söhbət ondan gedir ki, Hörmüz məsələsi İran üçün iki tərəfi iti olan bir alətdir. Bir tərəfdən dünyaya təzyiq eləyir, müharibəni dayandırmağa çalışır, yəni bu yolla dayandırmağa çalışır ki, təzyiq olsun, hamı beşsin, dünyada neft qiymətləri, qaz qiymətləri, hər şey qalxsın və xalqlar da, dövlətlər də İsrailə və Amerika təzyiq göstərsin, müharibə dayansın. Amma bunun digər tərəfi də var axı. İranın özünün 90% neft məhsulları Hörmüz boğazından keçir. 82% ixrac əməliyyatları, İran bir tək neftdən, qazdan ibarət deyil axı. O da Hörmüz boğazından keçir. Yaxşı, sən Hörmüzdən çıxışa imkan verməyəcəksənsə, bombalayacaqsansa, Hörmüzə girişə də Amerikanın gəmiləri deyəlim, onlar da oradan icazə verməyəcək. O zaman İranda aclıq olacaq, ərzaq çatışmamazlığı olacaq, dərman çatışmamazlığı olacaq. Zaten İran daxilindəki proseslərin əsas məsələsi İranın iqtisadi, sosial problemləridir. İnsanlar ona etiraz edirlər keçən ilin sonunda. Bundan öncə də ən azı mənim son dövrlərdə xatırladığım 4 ya 5 etiraz dalğası olub da İranda son 5-6 ili götürsək. Bunların böyük əksəriyyəti iqtisadi, sosial problemlərə görə olub. Yəni müharibəni dayandırmaq İran üçün bir tərəfdən istəyir elitanın bir qismi. Amma bir tərəfdən də düşünürlər ki, yaxşı, müharibə dayandı. Dayandı, indi cəmiyyətin böyük bir qismi, hətta rejimdən xoşu gəlməyən insanlar belə normal bir reaksiyadır da, sənin ölkəvə təcavüz var, sənin ölkən bombalanır, rejimdən xoşun gəldi, gəlmədi, ölkəvi qoruma instinkti işə düşür. Bu normaldır və onlar indi bu instinktlə davranırlarsa, müharibə dayanandan sonra suallar yaranacaq İran cəmiyyətinin daxilindəki. Yəni biz liderimizi qoruya bilmədik. Əksəriyyəti də qorxudan, çünki ötənlərdə açıqlamaları olmuş idi sərt şəkildə ki, kim küçələrə çıxsa, o düşmən elan ediləcək. Söhbət ondan gedir, tamamilə doğrudur. Həm deyəcək, ali rəhbərliyi qoruya bilmədiniz, generalları qoruya bilmədiniz. Yaxşı, bunu da qoyduq bir qırağa. Yemək yox, içmək yox, su yox, belə də dolanışıq yox. Gəl o problemin həllinə nə addım atacaqsınız? Bu problemin həlli də İranın açılmasına bağlıdır axı. İran gərək normallaşa, açıla, sanksiyalar zəifliyə və İran ticarətə başlaya və İranda normal bir iqtisadi fürsətlər yaradır. Trumpın bir açıqlaması var idi ki, yəni İran danışıqlar istəyir, amma mən hələ hazır deyiləm. İndi Trump belə deyir. Trump qeyri-ciddi olduğu üçün adam... Qeyri-ciddi deyil. Bax, burada da biraz etirazım var. Nə mənada etirazım var? Trumpın dedikləri şou xarakterli olduğunu hamımız bilirik. Bu adam 16 il Amerikanın ən vacib şou proqramının birinin aparıcısı olub və ən yüksək reyting olub yeri gəlmişkən. 27-28% Amerika tamamında bir reyting olub. O şoumendir. Açıqlamaları onun. Amma siz onun açıqlamalarını qoyun kənara da, onun etdiklərinə baxın da. Yenə təkrar edəm, mən onu haqq qazandırmam. Tamamilə qeyri-qanuni, qeyri-hüquqi addımlar atır Amerika. Venezuela'da prezidenti tutur, gətirir, İranı bombalır, kef istəyəndə. İndi bu gün sabahda Kuba məsələsidir. Amma Amerikanın üstünlüyü nədir də? Amerika bu müharibədən çıxasa tezliklə 2 həftə, 3 həftə daha belə
az itki ilə çıxır. Amma narazılar da yaranıb Amerika daxilində. MAGA hərəkatının böyük bir qismi belə deyim, Trumpın bu hərəkətlərinə haqq qazandırmır. Vance hətta tamam çəkilib kənarda durub. Tucker Carlson, hansı ki Trumpın seçilməsində ciddi rol oynayan jurnalistdir. Təsəvvür edin ki, bu jurnalistin YouTube kanalına, Allah bizim kanallara da, sizin kanallara da qismət eləsin, canlı yayımına 22 milyon adam baxır. Canlı yayımına. Bu qədər nüfuzu olan bir şəxs Trumpa qarşı çıxdı. Əslində Trumpa qarşı da yox, bu müharibəyə qarşı çıxdı. Və dedi ki, biz İsrailin istəklərlə oturub durmamalıyıq. Yəni, orada da bir ciddi fikir ayrılıqları mövcuddur. Amma əlində həmişə ehtiyat variant var. Trumpın strategiyasını görürük də birilərdə. O insanlara, dünyaya nəfəs almağa imkan vermir. Məsələn, biz nə danışırdıq 2 ay bundan qabaq? Venezuelanı danışırdıq. Bir il bundan qabaq nə danışırdıq? Ukraynanı danışırdıq, Ukrayna-Rusiya məsələsini. Sonra Venezuela oldu, hamının fikri cəmləşdi Venezuela. Venezuelada ciddi uğur da oldu. Venezuelada sıraha gün səfirlik açıldı, bayraq qalxdı, Amerika bayrağı. Neçə illər idi orada bayraq da yox idi. Demək olar ki, keçdi Amerikanın nəzarəti altına. İndi İranı danışırıq. Mən sizə əmin edirəm ki, bir ay yarımdan sonra da çağıracaqsınız ki, gəlin Kubanı. Kubanı danışırıq. Bu strategiya budur. Vurur, insanların diqqətini dağıdır və həmən də ehtiyat variantı dağıdır. İran Venezuela olacaqmı? Orada bu sualı verək də. O keçdi nəzarət altına. Bugün yox. Hətta mən sizə deyim ki, İranda kim gəlirsə gəlsin hakimiyyətə, kim möhkəmlənirsə möhkəmlənsin, ritorikası çox sərtləşəcək. Əməllərinə baxacaq. Bugün Rodriguez, Venezuelan prezidenti, hər publik çıxışında Trump'ı yerdən yerə vurur. Xalqa müraciət eləyəndə. Amma gedir, axşam da zəng gelir, hezabat verir ki, bunu belə elədim, bunu belə elədim. Bax, budur vəziyyət. İndi Kuba məsələsini niyə mən xatırlatdım? Yəni, burada itirdiyi reytingi 2 həftədən, 2 aydan, 1 aydan sonra Kubada qazanacaq. Hətta Kubaya bir imperator kimi səfər eləyəcək, bayraq qaldıracaq. Kubada olacaq Amerikanın Antalyası, belə deyək, dincəlmə yeri. Həmişə də elə olub. Tarixən də belə olur. Və Kuba məsələsi İrandan fərqli olaraq Amerikanlar üçün çox önəmlidir. Xalq üçün, əhali üçün. Əhalinin İranı xəritədə göstərə bilmir. Amma Kuba önəmlidir, çünki Kubadan təhdidlərin gəldiyini görür. Kuba kökənli milyonlarla seçici var Amerikada. İspan dillilər Kuba üçün önəmlidir. Bax, bu seçicilər də az deyil. İspan dilli seçicilər Amerikanın 1/3-idir, az qala. Yəni, bunlar da Kuba məsələsi həll olunsa, o İranda itirdiyi nüfuzu, reytingi bərpa eləyəcək.